climb this mountain, climbing up twice, hoping that I make it this time. But I'm so down with hoping, 'cause hoping leads to failure, leads to falling down this mountain, falling down again. Boom, boom, heartbeats still beating. In the end, I'm choking, but that's just what they wanted. So I get up off the ground and I shake it out. Da da da, come look at me now, look at me now. I'm not here to talk, I'm not here to talk. I'm just here to walk, here to walk, to walk. I'm gonna make it up this mountain, make it through the top. Show them what's made of, show them what I've got. I will, I will, I will, I will, I will, I will. So mark my words before you swallow yours. I'm gonna make it up this mountain, make it through the top. Show them what's made of, show them what I've got. I will, I will, I will, I will, I will, I will. So mark my words before you swallow yours. And the sharks are coming out, and they hungry now. Da da da, sharks are coming out. I feel them back, make it to the top. Show them what's made of, show them what I got. I will, I will, I will, I will, I will, I will. So mark my words before you swallow yours. Belə qəşəng qız, niyə belə aqressiv mahnı oxuyur? Salam. Sənin adın nədir? Əziz? Adım Sevildi, 16 yaşım var. Oyda! Ay, cıbbılı bala, gözəl evladımız. Sevil, sən hardandır? Sən ləzzət alırsan bu mahnıdan? Bəli. Sevil çox elegant, çox gözəl, uzaqdan belə. Sən də qəşəng gözlərin var, böyük gözlərin Bizə var. 16 yaş vermək olmaz Sevilə. Mən eşidirdim, öz-özümə deyirdim ki, görəsən bu qızımız, başa düşdüm ki, gəncsən, amma belə gənc olmağımı təxmin etmədim. Görəsən, mən ondan xahiş etsəm ki, lirik bir şey oxu. Siz elə bilirsiniz ki, yarışmaya gələndə mütləq aqressiya oxumalısınız. Ondan sizi dönəcək. Bu səhv anlayışdır. Duyğularınızı, səsinizin gözəlliyini axtarın. O mahnıda ki, siz özünüzü ifadə. Mən elə gəlir ki, o bütün o janr sən üstüvə gəlmişdi, sən tankın altında oxuyurdun. Bəlkə bir lirik bir şey Azərbaycan mahnılarından. Sadəcə əmin olmaq istəyirəm ki, mən sənin səsində düzünü duydum. Mən onu görmədim, amma heç olmasa indi eşitmək istəyərdik. Ay da mən necə bilirdim ki, bu oxuyacaq onu. Firuzədendir, gönlüm açılmayan, bugün nədendir? Yaman gündə dost əlindən berk yapır. Dünyanın həvəsi keçib gedəndir. Dünyanın həvəsi keçib gedəndir. Sevil, 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 sən daha nə oxumaq istəyərsən? Bu səfər mən istəyirəm, xahiş edeyim, pianistimizdən sənə bir tonluq versin. Çünki ton düzgün seçilmədi. Çox sizdən, Üzüyümün çox qarşı var. üçün. Daha nə sevirsən, məsəl üçün, nə dinləyirsən? Hər halda sən bir mahnı bilmirsən axı. Əgər səhnəyə çıxmaq istəyirsənsə, sən hər halda onlarla, bəlkə yüzlərlə mahnılar bilməlisən də, mənim fikrimcə. Çünki sənin yaşında mən yüzlərcə musiqi bilirdim və oxuyurdum. Sən məsəl üçün daha nə oxumaq istəyərsən? Daha nə oxumaq istəyərsən? Mən estrada mahnıları oxuyuram. Məsəl üçün nə oxuyursan? Radiohead Creep mahnısını istəyirəm. Çox ağır oldu. Ağır. Çox Yəni güclü bir mən şeydi, əzizim, sənin güclü bir bura əsərdi. gəlməyin və yanlış mahnı seçimin səni bax bura ustadların Bəlkə də deməməsi. səsin hələ formalaşmayıb. Çox cavandır ona görə.
Cəmi 16 yaşın var sənin, amma yəni səsivi tapmamısan. Çünki bayaqki oxuduğun musiqi tamamilə başqa tərzdə idi. Səsivin tembrinin biz başqa rəngini, başqa tərəfini gördük. Amma üzüyümün qaşında tamamilə yəni sən opera müğənnisi belə ola bilərsən. O dərəcədə sənin səsivin rəngləri var. Mən bir Bəli, əlavə bəli. etmək icazənizlə mən də istəyərdim bir fikir söyləyim. Necə ki özünüz gənc, safsınız, səsiniz də bir o qədər şəffaf və Çox safdır. gözəldir, bəli. Mən istərdim ki, sizin timsalınızda ümumiyyətlə müsabiqələrə, festivallara hazırlaşan gənclər, yeniyetmələrə bir örnək olsun. Festivallar, müsabiqələr şlageri sevir, hitləri sevir. Mütləq ki, orada Və mən ən əsas qışqırmalıyam, orada məqamda səs odur ki, göstərməliyəm deyil. Səsinin gözəl cəhətlərini göstərə biləsən. Sizin səsiniz ki, Tofiq Quliyev nəğməsinin özünü göstərə bilərdi, ki, Radiohead-lə özünü göstərə bilərdi. Seçdiyiniz nəğmədə potensialınızın 20%-ni bizə bəlli etdi. Musiqi Çox həm də təəssüf. duyğudur. Musiqi təkcə səs diapazonu, mən zillərə qalxacam, mən elə şey yoxdur. Zilə qalxanda sən ustadları döndərə bilmə. O zilin də öz mahiyyəti var, öz məharəti var, rəngi var, Sən ürəyi dünya var. gözəlisən və dünyanı fəth eləyə biləcəksən. Çox inşallah. gəncsən, hər şey əldədir. Gəl görüşək. I'm gonna make it up. Bu hələ yolun başlanğıcıdır. Nə gözəl. Bənövşə rəngi də necə buna yaraşır. Maşallah, maşallah. Yolun açıq olsun. Yolun açıq olsun. Uğurlar olsun. Çox qəşəng. Şipşirindir, şipşirin. Həyat hələ indi başlayır, hər şey əldədir. Uğurlar sizə. Keçənərik, sağ olun. Ay. Üzülürsən, bax gördün, üzülürsən, bir daha üzülürsən, üzülə-üzülə gedirik. Axırımız nə olacaq? Bu layihənin axırında bizdən can qalacaqmı bilmirəm. Yox, Yəni, bir belə potensialı, gedənə- sən heç olmasa bir azca, heç olmasa 40% bəlli edən nəğmə seçə bilmişsən. Mən Amma Sən hələ Səndə var bu. uşaqdır, hələ istəyir, Uşaqları- istəyi var ki, bu mahnını Yox, Eldar oxusun tək da. qərar verir. Biz dönmədiyimiz mahnı həqiqətən mənə heç maraqlı olmadı, bilmirdim. Neçə İtirdi yaşı də, var? yəni Çox ki, o itirdi. mahnı özünü. yanlış Ən çox mahnı özünü da itirdi, itirdi bəli. özünü. Hə. Ты супер, Сева. Подарок принесла. Hətta hədiyyə ilə də qarşılayırıq biz iştirakçımızı. Nəinki alqışla. Yerlərimizi alaq. Sevil, sən zəhmət olmasa mənim yanıma gəlin, 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 gəlin. Əla hədiyyədir. Superdir. Sevil, ustadların hər biri sənə müxtəlif tövsiyələr verdilər, amma sənin üçün ən önəmli hansı ustadın tövsiyəsi idi, hansı fikri idi? Tüzələ xanım dedi ki, klassik vokal mənim üçün də yaxşıdır, mənim səsim üçün. Davam edəcəm. Klassik Mütləq. vokaldan. Mütləq onda bu fikirləri biraz daha da inkişaf etdir və mütləq səs Azərbaycana geri dön. Yenə gözləyəcək səni. Uğurlar. Sağ olun. Şad idim görüşməyə. Sən çox yaraşırsan səhnəyə. Səhnə səni gözləyir. Biz də. Sağ olun. Hələlik.